Donetsk vilayəti Ukraynanın 24 vilayətindən biri. Diqqət! Burada göstərilən bəzi videolar müharibədən əvvəl və ya müharibə başlayanda ilk illərdə çəkilibdir. Yəni bir cürə görkən şəhər indi başqa cürə görkə bilər. Donetsk vilayətinin böyüklüyü təxminən 26500 kvadrat kilometrdir. Bu vilayətdə 2 milyondan artıq insan yaşayır. Donbas deyilən bölgədə Donetsk vilayətində yerləşir. Lakin bütün Donetsk vilayətini tutmur. Donbas deyilən bir yer təkcə Donetsk vilayəti deyil. Belə ki, Donbasa həm Luqanskinin bir hissəsi, həm Donetsk vilayətinin böyük bir hissəsi, həmçinin Rusiyanın Rostov vilayətinin böyük bir hissəsi aiddir. Donbas vilayəti kömür yataqları yerləşdiyi yerdir. Bu gün Donetsk vilayətinin təxminən 80% Rusiyanın işğal altındadır. Vilayət 1932-ci ildə vilayət statusu alıb və onda diktator Stalin adına idi bu vilayət, Stalin vilayəti idi. Lakin 1961-ci ildə diktator Stalin vilayəti oldu Donetsk vilayəti. Buranın əsas gəlir yerlərindən biri kömür, qara metallurgiya, elektroenergiya və s. Lakin bu dediyim şeylər vilayətin gəlir yerləri 2014-cü və 2022-ci ildən əvvəl olanlardır. Hal-hazırda vilayətin böyük bir hissəsi dağıdılıbdır. Həmçinin bu vilayətdə Mariupol şəhəri var idi. Mariupol şəhəri 2022-ci ildə işğal altına düşdü. Orada çox vacib bir port var idi. O da Donetsk vilayətinin əsas gəlir yerlərindən biri idi. Ümumiyyətlə Donetsk vilayəti 2014 və 2022-ci illərə qədər Ukraynanın əsas iqtisadi gəlir verən bölgələrindən biri idi. Həmçinin bu vilayətin Azov dənizinə də çıxışı var. Bu vilayətə Slavyansk, Kramatorsk, Konstantinovka, Mariupol, Chasov Yar, Donetsk, Baxmut, Avdiyevka, Marinka və digər şəhərlər daxildir. Donetsk vilayəti Xarkovsk, Luqansk, Dnipropetrovsk və Zaporojye vilayəti ilə sərhəddə, həmçinin vilayətin Rusiya ilə də sərhədi mövcuddur. Ən maraqlı hadisələrdən biri də budur ki, 2012-ci ildə Avro 2012-nin burada oyunlar keçirilirdi. Donbas Arena isə Donetsk şəhərində yerləşirdi.